Möhtərəm müsəlmanlar, ilk öncə öz nəfsini və həmsini sizləri Allah Azza və Cəlləyə qarşı haqq təqvasıyla təqvalı olmağı çağırır. Ümumiyyətlə, hər bir müsəlmanın, hər bir möminin həyatının amalı, qayəsi olmalı ki, insan bu dünyada elə yaşasın ki, Allah Azza və Cəlləyə qarşı hər anıyla, gecəsiylə, gündüzüylə, hər hərəkətində, danışığında təqvalı olsun. Və Allah Azza və Cəllə qullarının bu sifəti, bu vəsfi əldə etmələri üçün bəzi səbəblər yaradır və buna təşviq edir. Necə Allah buyurur ki, Ya eyyuhəl-ləzīnə əmənu təqullah və təqu iləyhi vəsilə. Ey iman edənlər, Allahdan qorxun, Allaha qarşı təqvalı olun və sizi ona yaxınlaşdıracaq, yəni bu təqva sifətini əldə etməyinizə səbəb olacaq bəzi səbəblərdən, vasitələrdən tutun. Və bu səbəblərdən birisi də ümumilikdə Ramazan ayı və xüsusən də Ramazan ayının son günləridir. Ayşə anamız radiyallahu anhə buyurur ki, Ramazan ayının son günləri, son 10 günü gələndə Peyğəmbər sallallahu aleyhi və səlləm öz izahını bağlayan, yəni daha əzimkar olardı və öz yoldaşları ilə yaxınlıq etməz, bütün gecəli ibadətə sərf edər və öz ailəsində durursan. Və başqa hədisdə Ayşə anamız, möminlərin anası radiyallahu anh buyurur ki, Allah Rasulü Ramazan ayının son günlərini çalışdığı ki, Ramazan ayının son günlərini ibadətə sərf etdiyi ki, biri başqa heç bir günlərində bu qədər çalışmasın. Və bu günlərin fəziləti üçün təkcə bunu demək kifayətdir ki, insanlara hidayət və rəhmət olan kitab, Allahın kəlamı məhz bu günlərdə nasıl olur. 1000 aydan xeyirli olan bir gecə məhz Ramazan ayındadır. Bu gecənin fəziləti üçün təkcə o da demək kifayətdir ki, Allah Azza və Cəllə bu gecənin fəzilətini qullarına bəyan etməsi üçün Quranda müstəqil ayrıca sonra nasıl edir. Və uca Allah buyurur ki, İnnə ənzəlnəhu fi leylətül qadr. Biz onu, yəni Quranı Qədir gecəsində nasib edir. İnsanlara hidayət, şəfa, rəhmət olan Quran, hansı ki Allah Azza və Cəllə öz vəhdini onunla bağlıdır. Çünki bu kitab ilə Allah Azza və Cəllə ölüm qəlblərə həyat verir. Və bu kitabı, bu mübarək kitabı Allah Azza və Cəllə məhz bu gecədə nasib edir. Və bu gecədə Ramazan ayında. Və biz bunu digər ayədən bilir. Allah buyurur ki, Şəhru Ramazan əlləzi unzəlidir Quran. Hudən linnəs və beyinətən minəl hudə və furqan. İnsanlara hidayət olan və haqqı batildən ayıran Quran məhz Ramazan ayında nasib edilmiş. Ramazan ayında. Və digər ayədə buyurur ki, İnnə ənzəlnəhu fi leylətül qadr. Biz Quranı Qədir gecəsində nasib edirik. Demək, bu iki ayədən bəlli olur ki, bu mübarək gecə məhz Ramazan ayındadır. Və Quranın Ramazan ayında Qədir gecəsində nazil olmasının iki mənasıdır. Onlardan birincisidir ki, Allah Azza və Cəllə məhz Qədir gecəsində Quranı bütün insanların, məxluqatın qədərinin yazıldığı kitabdan, lövh məhbusdan ayırıb yeryüzü səmasına indirir. Quran lövh məhbusda edib Allah Azza və Cəllə məhz bu gecədə öz kitabını lövh məhbusdan ayırıb yeryüzü səmasına indirir. Və bu baş verir Qədir gecəsində. Quranın Qədir gecəsində nazil olmasının birinci mənası bu. Və ikinci mənası, yəni Quranın Muhammed sallallahu aleyhi və səlləmə nazil olmasının başlanğıcı Qədir gecəsində olur. Allah Resulü aleyhissalatü vesselam mağarada ikən Cəbrail, Kərim ilk dəfə ona Allahın vəhdini çatdıranda İqra bismi rabbikəl-ləzi xələq, səni yaradan Rəbbinin adı ilə oxu. Bu hadisə, yəni vəhdin, Quranın nazil olmasının başlanğıcı bu baş verir Qədir gecəsində.
Ona göre Uca Allah buyurur ki İnna enzəlnəhu fî leylətil qadr. Biz onu Qədr gecəsində nazil etdik. Və sonra buyurur ki və mə ədrakə mə leylətul qadr. Sən nə biləsən ki Qədr gecəsi nədir? O ayə həm qəribə həm də çox əzəmətli ayədir. Quranda Allah Azze və Cəllə bir neçə yerdə bu cür qeydir. Və mə ədrakə. Sən nə biləsən? Əl-qari'atu mən-qari'a. Ürəklərə qorxu salan. Nədir ürəklərə qorxu salan? Və mə ədrakə mən-qari'a. Sən nə biləsən ki, ürəklərə qorxu salan nədir? Əl-haqqatu məl-haqqa. Haqq olan qiyamət. Nədir haqq olan qiyamət? Və mə ədrakə məl-haqqa. Sən nə biləsən ki, haqq olan qiyamət nədir? Təsəvvür edin, bu xitab Allah Rasuluna. Allah Azze və Cəllə Rasuluna deyir ki, və mə ədrakə mə leylətul qadr. Sən hardan biləsən ki, Qədr gecəsi nədir? Yəni, bu ayədə nəyə işarə var? Yəni, Qədr gecəsi elə bir gecədir ki, sanki insanın bu gecəni layiqincə fəhm etməsi mümkün deyil. Yəni, sanki insan iradəsindən kənar bir məfhumdur. Və mə ədrakə mə leylətul qadr. Sən nə biləsən ki, Qədr gecəsi nədir? Leylətul qadr, Qədr gecəsi. Yəni, qədərin yazıldığı gecə. Uca Allah buyurur ki, İnnə ənzəlnəhu fî leylətin mübarək. Biz onu mübarək bir gecədə vasıl etdik. Fîhə yufraqu kullu əmrin həkim. O gecədə ki, o gecədə hər bir hikmətli iş ayırt edilir. Qədərin yazıldığı gecə. İllik qədəri. İllik qədərin lövh məhsusuna ayrıldığı gecədir. Bu ilklər olacaq, kimlər həcc edəcək, kimlərin həyatı necə olacaq, illik qədəri yazıldığı gecə, Leylətul Qadr. Və həmsinin mənalarından birisi də Leylətul Qadr, yəni qədir qiyməti, bərəkəti bol, necə olan gecə. Ona görə fikir verir, digər ayı Uca Allah buyurur ki, İnnə ənzəlnəhu fî leylətin mübarək. Biz onu mübarək bir gecədə nazil etdik. Uca Allah bu gecəni mübarək yapmalıdır. Və nə üçün deyil mübarək? Bu bərakə sözü ki var, bərəkət. Ərəblərdə bir kən deyilir, bir kən. Yəni bir yerə yığılan su dalığına, bir gölə deyilir bir kən. Nə üçün deyilir bir kən? Çünki o su orada qalır, baxır gedir. İnsanlar oradan istifadə edir. Və bu dəniz deyil, okean deyil. Yəni, bu o deməkdir ki, bərəkətdə əsas olan çoxluq deyil, əsas olan qalıcılıq. Əsas olan çox qalır və insanlar o sudan istifadə edir. Ərəblər ona deyilər bir kən, yəni bir gölməçə. Və bərəkət sözü də bu kəlmədən. Yəni, bu gecə mübarək gecədir, bərəkətli gecədir. Çox deyil, bir gecədir, lakin bərəkəti qalıcıdır. İnsanın həyatında kim o gecənin haqqını versə, öz isini qoyur, öz isini saxlayır. Və sonra Uca Allah buyurur ki, Leylətul Qadr xayru min əlfi şəhr. Yəni gecəsi 1000 aydan xeyirlidir. 1000 aydan. Yəni Qədr gecəsində edilən ibadətlər, Qədr gecəsində edilən salih əməllər içində bu gecənin olmadığı 1000 aydan daha xeyirlidir. Və burada əslində təəssüf bir şey yoxdur. O həm zamana aiddir, həm də məkana. Allah Azze və Cəllə haram bölgəsini, Məkkəni elə edib ki, o yerdə edilən ibadət digər məscidlərdə edilən ibadətlərdən 100.000 dəfə savabı artır. Bu məkana aiddir. Həmçinin də zamana. O Allah Azze və Cəllənin bu ümmətə olan rəhmətidir. Çünki bizdən əvvəlki ümmətlər çox yaşayır. Təkcə Nuh Əleyhisselamın ömrünü misal gətirsək, Əlfə sənətin illə 50 amə, 1000 illə 50 il az, 950 il. Əvvəlki ümmətlərin həyatı beləydir. Və bu ümmətə Allah s.ə.v. rəhmətidir ki, bu cür gecələrin, mübarək günlərin, mübarək yerlərin sayəsində insan əvvəlki ümmətləri səfər edir. Çünki bu ümmətin ömrü 60-70, uzan 100 il. Allah s.ə.v. bu ümmətə olan rəhmətidir. Və həmçinin bəzi təfsirçilər deyirlər ki, nə üçün Allah s.ə.v. məhz ayədə 1000 ayı qeyd edir? Çünki əvvəlki ümmətlərdə örf, şəriət qayda belə edir ki, bir adam
1000 il, yəni 83 ildən çox ibadət etmədikcə o adama deyilmir ki, o adam ağır. Yəni ki, yəni bir adam məsələn 200 il yaşayırdı, onun azı 1000 ayını ibadətlə keçirərdirsə, o adama deyilərdir ki, o adam ağır. Və Allah s.ə.v. məhz bunu qeyd edir ki, Leylətul Qadr xayrun min şəhr. Təqqiyyə gecəsi 1000 aydan xeyirdir. Əgər bu gecənin haqqını versən, bu gecəyi isabət edə bilsən, bu gecə ilə üst-üstə gələ bilsən, bir ki, bu gecədə edilən əməllər, ibadətlər içində qədir gecəsi olmayan, digər aylarda edilən ibadətlərdən həsəb. Hətta bəzi alimlər deyirlər ki, ümumiyyətlə burada qeyd edilən 1000 ay rəmzi mənadadır, yəni çoxluğu ifadə edir. Yəni ayənin mənası budur ki, qədir gecəsi içində qədir gecəsi olmayan bir ömürlər həsəbdir. İstər bu əşər olsun, istər 100 il və 200 il tərk etməz. Və uca Allah buyurur ki, tənəzzəl-i mələkətü və ruhu fiyhə bi-izni rabbihim min kulli əmr. Bu gecə mələklər və ruh, yəni Cəbrayıl, Allahın izni ilə hər bir işimizi edən. Yəni bu gecə Cəbrayıl əleyhissalamın yer üzünə indiyi gecədir. Allah s.ə.v. izni ilə. Ümumiyyətlə bu gecə elə bir gecədir ki, sanki göy üzünün səması açılır, qapısı və səma əhli ilə yer əhlini görüşdüyü gecədir. Ona görə Allah s.ə.v. digər ayədə buyurur ki, Sələmun hiyyə həttə matlə'il fəcr. Və bu gecə dan yeri ağrana qədər salamatlıq içindədir. Sələmun hiyyə, salamatlıq içindədir. Yəni, bu gecədə heç bir şər yoxdur. Sələmun hiyyə, yəni bu gecədə nəinki şeytanın, hətta insanın nəfsinin fəaliyyəti demək olar ki, yoxdur. Sələmun hiyyə, yəni mələklər enər və Allahın bölümü onlarına salam edərlər, dua edərlər. Sanki sama əhli ilə yer əhlinin görüşdüyü bir gecədir. Və bu gecə Ramazan ayının son 10 günündən, xüsusən də tək gecələrindən. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Qədir gecəsini Ramazan ayının son 10 gününün tək gecələrində axtarır. Və artıq 21-ci və 23-cü gecə keçir. Yəni, qarşımızda 6-7 gün var. Və İmam Müslim'in rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, kim Ramazandan bu günəcə səhlənkarlıq edibsə, zəifliyi göstərirsə, nə vaxtda qalan 20 gündə zəifliyi göstərsin. Arxaya baxmasın, qabağa baxsın. Qabağında olan 7 gündən istifadə etsin. Və doğru odur ki, bu gecə bir gecə deyil. İllər ilə dəyişəbilir. Ola bilsin ki, bir il 25-ci gecəyə, bir il 21-ci gecəyə, bir il 27-yə və 29-a vursun. Və alimlər arasında olan doğru qeyb. Və bunun da dəlilmədir. Çünki sələflərdən gələn əsərlərə, sələflərdən gələn nəqillərə, hədislərə baxırsan, görürsən ki, bir sahabə deyir ki, bu gecə mən əlamətlərinə görə baxdı, gördü, hətta bəzi sahabələr hangisi ki, 27-ci gecə, bəziləri 25, bəziləri 23, 21, 29. Bu dəlildir ki, hər il eyni gecə olur. Hər il eyni gecə olur. Və Allah s.ə.v. bu gecəni saxlayır ki, insanlar Ramazanın digər gecələrinə qarşı səhlənkar olmasın. Bütün ibadəti bu gecəyə saxlamasın. Və bu gecənin bəzi əlamətləri, bu əlamətlərdən bəziləri hissidir, müşahidə olunur və bəziləri mənədir. Mənəvi əlamətləri o, hər insanın öz nəfsini özlərdir. İnsan öz içində onu hiss edə bilir. Hiss edə bilir ki, bu gecə o gecədir. O bizim ibadətində olan, əldə etdiyi xuşu, ibadətində olan ehsan, qəlbinin genişliyi, yəni Allah Azza və Cəllə istədiyi qoluna o gecəni göstərə bilir, mənəvi olaraq hiss edə bilir. Hissi əlamətlərin olması şərt deyil. Amma hissi əlamətlər var. O əlamətlərdən birisi olur ki, həmin gecə tam sakitçiliyordur. İnsan o gün çölə çıxır, başın səmaya qaldırırsa, hiss edir ki, bu gecə o gecə deyil. Hiss edir ki, o səma deyil. Bunu hiss edir özü. Hətta əyani şəkildə. Və həmin
gecenin gündüzü güneş çıxanda onun şəfəqi parlaq olmuş, sönüyor. İnsan bundan bilə ki, məhz o gecə Qədir gecəsi olur. Böyük imam. Bəzi alamətlər hissidir, bəzi alamətlər də mənim. Və qulu qulu hədə və astagfirullah li və ləkum min kulli zənb istagfiruhu innəhu huvel gafurur rahim. Elhamdülillah, salatu vesselamu ala Rasulillah, əmin ba'd. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qala leylətul qadr iman və ihtisaba ğufira lahu ma taqaddama min zalik. Kim Qədir gecəsini imanla və savabını Allahdan ummaq qəsdi ilə əhya edərsə, yəni ibadətlə canını tutarsa, Allah s.ə.v. bunun keçmiş günahlarına bağışlayar. Və Qədir gecəsində və Qədir gecəsi ihtimal olunan gecələrdə hətta mömin üçün fərq etməz. İstər tək, istər cüd, ümumiyyətlə Ramazan ayının son gecələrini, gündüzlərinin insan gəlir özünü sərf etməsin ibadətə. Və bu gecələrdə nə etməlidir? Ən birincisi, gecə ibadətini imanla başlayıb, imanla bitirmək. Yarımsız qoyun. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm bu gecə ibadətini imanla başlayıb, imanla bitirən, sanki o gecənin bütünlüyündə ibadət etmiş savabını alır. O bilir. Və gecə ibadətindən sonra tək ibadət namaz deyil. Ümumiyyətlə, qiyam-ı leyl məfhumu təhəccüd məfhumundan genişdir. Təhəccüd nədir? Yəni gecə namazı. Amma qiyam-ı leyl gecə namazı deyil. Qiyam-ı leyl yəni gecə ibadəti. Yəni bir insan gecə qalxır, Quran oxusa, dua eləsə, Allah'ı zikr etsə, gecə tövbə etsə, gecəni istiğfarla keçirsə, namaz qılmasa, o qiyam-ı leysə, təəccüd sayılmasa, o qiyam-ı ley ilə təəccüd arasında olan fərq. Və xüsusən də istiğfar. Ramazanın istər günləri, istər gecələrində, sahurda, iftarda, hər an istiğfar dildən düşməsin. Çünki Ramazan ayı haqqında fürsət ayıdır. Ona görə Ayşə anamız Peyğəmbər sallallahu aleyhi və səlləmə deyəndə ki, ey Allahın Rasulü, əgər o gecəyi isabət etsən, nə dua edin? Allah'da nə istəyir? Allah Rasulü sallallahu aleyhi və səlləm Ayşə anamızı məhz bu duanı öğretti. Allahümme inneke afufun tuhibbul affe fa'fu anhu. Allah'ım sen əfirənsən və əff etməyi sevənsən, məni də bağışla. İstiğfar. Ona görə Ramazan ayının orucu, namazı, Qədir gecəsi barədə gələn o hədislər ki var, hədislərdə gələn o müştərilərə baxın, hamısının günahları bağışlanması. Kim Ramazan ayını imanla, ihtisabla oruç tutarsa, onun keçmiş günahları bağışlanır. Kim Ramazan ayının gecələrini ibadətlə keçirərsə, onun keçmiş günahları bağışlanır. Kim Qədir gecəsini ibadətlə canlı tutarsa, onun keçmiş günahları bağışlanır. Yəni bu ayının məqsəd budur. Ona görə Cəbrail əleyhissalam və dua edəndə ki, o kəs ki Ramazan ayına yetişən və bu aydan bağışlanmalarımızqa onun bunu yerlə sürüsü və Peyğəmbər sallallahu aleyhi və səlləm dedi, amin. Bu duanın və bu təqmini amin mənasıdır. Yəni bu ay elə bir aydır ki, bir insan bu aya yetişən və bu aydan bağışlanmadan çıxarsa, artıq qiyamət günü o kəsin Allah önündə heç bir üzrü, heç bir bahanəsi olmayacaq. Ona görə alimlər deyirlər ki, Ramazan ayı sanki Allah Azze ve Celle'nin kulları üzərində hüccəti. Yəni Ramazan ayı ilə Allah Azze ve Celle artıq sənə hüccəti çatdırır. Elə bir aydır ki, bu ayda sən Allah üçün halal edib tərk edirsən. Digər aylarda əlindən Quran götürməyən bu ayda Quran xətm olur. Digər aylarda dili, yalan, palanla, qeybətlə dolanan kəs bu ayda dilini saxlayır. Digər ayda evindən, cibindən bir qəpik çıxarmayan bu ayda sərəqədə əlini açır. Digər aylarda Allah üçün bir mükət namazını qıyan bu ayda nəinki 11 mükət, nəinki təkəndə bu ibadəti cavabla birlikdir. Yəni Ramazan ayı artıq insan özü üzərində hüccəti çatdırır. Və insan alə nəfsi basira. İnsan özü şahid.